Salam əziz izləyicilər. Bugünkü qonağımız Boynudanın təsisçi direktoru, girişimci biznesmen Elvar Ağamaliyev. Xoş gəlmisən Elvar. Xoş gördük İlkin. Təşəkkür edirəm dəvətə görə. Buyurasan. Əvvəla bizə bugünkü şəraiti yaratdığı üçün, arxa planda da maksimum dəstək olduğu üçün Zone Studioya təşəkkürlərimizi bildiririk. Ardınca da bugünkü mövzumuzu qeyd etmək istəyirəm. Bu gün girişimci biznesmen, startap sahibi Elvar Ağamaliyevlə söhbətimiz qadın-kişi münasibəti. Bu zarafat idi əlbəttə ki, qadınlar və kişilər necə istəyirlərsə bir-birlərindən elə davransınlar. Buna heç kim qarşı bilməz. Bizim bugünkü söhbətimiz Azərbaycan ekosistemindəki startapların yeri və ümumiyyətlə startapa nə qədər diqqət ayırırıq. Ən başda bunu soruşmaq istəyirəm Elvar. Bu işə sıfırdan başlamısan, buna əminik. Görmüşəm mən səni, çoxdan tanıyıram. Sıfır nöqtəsindən necə başlamısan? E-ticarətlə başladığını qeyd etmişdim mənə görüşdən əvvəl. E-ticarətdən startapa keçişin necə oldu? Ümumilikdə e-ticarətə başlamağın necə oldu? Əslində e-ticarətində əvvəl var. Hansı ki, mən hardasa iş həyatına başladığım 13 yaşımdandır. Konkret biznes atılımlarımda başlayıb 17-dən falan. İlkin başlayanda mən Barış Özcanın zincir qırması var idi. Hansı ki, orada mən UX UI dizayn öyrənirdim. Figma'da ki, gündən-günə ki, bir şeylər öyrənim, inkişaf etdirim falan. Onun ardınca bu qrafik dizayna çevrildi. Oradan marketinqə həvəs yarandı. Mən işdən çıxdım, qəlyançılıq eləməyə başladım. Paralelində marketinq falan biraz daha artıq perspektiv genişlənmişdi. Bunun dalınca fotoqrafiyada mən bir nəfərin yanında köməkçi idim, işıq daşıyırdım. Orada mən fərqli yerlərdə, yəni yüksək təbəqəli insanların, elitanın, pulu olan insanların necə yaşadıqlarını, nələrə qadir olduqlarını, necə mindsetdə olduqlarını görməyə başladım. Və artıq həyatda sadəcə işləmək yox, bir şeyləri qurmağın, yaratmağın nə qədər faydalı ola biləcəklərini görməyə başladım. Bunun ardınca da zaten paralelində həmişə YouTube-dan oturub baxırdım ki, elektron ticarət nətərdir? Hamı dropshipping xəyalları falan satırdı axı. Oturub baxırdım ki, bu adamlar nətər edir də bu pul qazanırlar. Belə deyirlər, görsən realdır, real deyil. Başladım yavaş-yavaş pul yığdım, birinci şirkət açdım İngiltərədə. Onun dalınca bank hesabı falan. İlkin əlimə 3 manat, 5 manat pul gəlirdi. O da reklam büdcəsini elə də bəs eləmirdi. Yalandan xərcləyirdim, heç nə olmurdu. Bir ay keçirdi, təzədən pul tapırdım, təzədən xərcləyirdim, yenə heç nə olmurdu. Belə bir period getdim. Sonra artıq biraz daha korporativə tərəf yönəldim. O arada da 1-2 dəfə də biznes girişimləri oldu, batdım. Sibirdə konteyner işlətdik, studiya açdıq. Marketinq agentliyi işlətdim, yenə batdı. Və o perioddan sonra təkrardan e-ticarəti yoxlamağa başladım. Onda mən korporativdə idim. Bir böyük ölçülü bir şirkətdə işləyirdim. Şöbə rəhbəri idim də, belə deyim ki. Və orada işə yaradı. Və ilkin olaraq mən bir corab var idi. Hansı ki, masaj corabı idi. Üzərində masaj hərəkətləri edərək özü rahatlada bilirsən, beyni sakitləşdirir falan, iş yorğunluğunu azaldır. Belə şeylər var idi. İlkin onu ilə başladım. E-ticarət davam elədi. Gördüm ki, burada pul var. Amma necədir? Hamı qazanır, təchizatçı qazanır, sənə məhsulu göndərən, reklama görə Meta qazanır, məhsulu alan adam qazanır. Sən qalırsan orada 5%, 10%, 15% bir marjaya. Və gördüm ki, bunu Azərbaycanda eləmək lazımdır. Niyə? Çünki bazar boşdur, hamı istəyir girməyə, amma heç kəs girə bilmir. Xaricdə bunu eləyirlər, Azərbaycanda niyə eləməsinlər? İnsanlara bunu öyrəşdirmək lazımdır. Birinci başladım axtarmağa ki, Azərbaycanda elektron ticarəti necə eləmək olar? Gördüm ki, variant yoxdur. Niyə? Gömrük prosedurları, insanların informasiyasız olmağı, sistemlərin əlçatan olmamağı və bu mənim qabağımı kəsməyə başlayırdı. Bəzi adamlar vardı. O vaxt Ecomsolder falan, Ecom mağaza falan açmışdılar Azərbaycanda. Belə deyim ki, dropshipping üçün şəraitləri stok saxlayırdılar, dropshipping məhsullarını insanlara verirdilər. Onlarla danışdım, elədim. Nəysə gördüm yox, bu belə alınmayacaq. Ağlıma ideya gəldi ki, biz niyə Azərbaycandakı ticarət ekosistemini formalaşdırmayaq? Və artıq onda korporativdən falan da ayrılmışdım. Biraz daha yeni bir şeylər atılmaq istəyirdim. Reklam agentliyini təzədən qurmuşdum. Paralelində dedim ki, belə bir addım ata bilərmiyik? Bir dostum var idi, Rəşid. Onunla danışdıq. O developerdir, backend developer. Dedi bir team yığa bilərikmi, bunu eləyə bilərikmi, reallaşdıra bilərikmi? Və məndə də artıq skilllər var. Marketinq bilirsən, dizayn bilirsən, UX UI dizayn bilirsən və biznes yönümlü bir şeylərə fikirləşə bilirsən. Elədiyin səhvlər var arxa planda ki, bunların nə olduğunu bilirsən. Daimi olaraq araşdırırsan, softverdə nələrin olduğunu, insanların nə tər pul qazandığını görə bilirsən. Bir də orada ilkin fikir ağılda o idi ki, Azərbaycanda bir monopoliya yaratmaq. Yəni necə ki Shopify-ın yaratdığı bir dominasiya var dünya üzərində.
və onu görməmiş bazarlarda ondan daha yaxşı sadələşdirilmiş funksionallıqlar verəndə insanlar buna maraq göstərə bilər. Və bir nöqtədə sən e-ticarət ekosistemini bir ölkədə öz üzərinə ala bilirsənsə, hansı məhsulun satıldığını, nə insanların nələrə maraq göstərdiklərini, nə kimi davranışlar olduğunu, insanların nəyə ehtiyac duyduqlarını çox rahatlıqla öyrənə bilirsən. Və beləliklə də bu yöndənin hekayəsi başladı. Biz başladıq, bir müddət davam elədi, sonra ara verdik falan filan. Sonrasında təkrar xodumuzu topladıq, indi də bugünkü yerdəyik. Bu çox qəşəngdir əslində. Yəni görmüsən ki, bazarda bir altyapı boşluğu var. Bunu doldurmaq üçün özün bir girişimə atılmısan. Azərbaycan bazarının boş olduğunu da dünyada deməyən ölkəyə girişimci biznesmen qalmayıb da. Sadəcə bu ekosistemin içinə girərkən bunun startap əvvəllər mən bilən Bayanodadan öncə hər hansısa bir startap təcrübən olmayıb. Olmayıb da əlbəttə. Komanda qurulumu var, maliyyə hissəsi var, texnik hissəsi var. Yəni tamamilə bu işin özündə də software ehtiyacı var. Texniki IT dəstəyi deyim mən buna. Buna bir ehtiyac var. Bunların hamısını sıfırdan yığarkən necə elədin Azərbaycan ekosistemində? Lap istəyirsən ən başdan komanda yığılmasından danış, sonra kapital necə elədin, danış bunu bizə. Komanda əslində ən həssas nöqtəsidir bu işin. Əvvəldə korporativ təcrübəm də var idi və remote olaraq da işlər gördüyümüzə görə, yəni komanda idarəçiliyi tərəfindən məlumatım vardı. Bir də özüm idarəçiliyə biraz meylli adam olduğuma görə və araşdırmağı sevdiyimə görə işləri sistemləşdirməyə marağım vardı və bunu müəyyən qədər bacara bilirdim. Təbii ki, nə edirsən elə, sıfırdan heç nə mükəmməl eləyə bilmirsən. Bu qədər insanı idarə eləmək, bu qədər insanı motivasiya eləmək, bu qədər insanın birliyi qorumaq, ideyaya inandırmaq, vaxtlar olur ki, heç nə eləyə bilmirsən və yaxud da ki, ümidin kəsilir. Özün belə inanmadığın vaxtda insanları bir şeyə inandıra bilmək çox çətindir. Və komanda əslində bizim şanslı tərəfimiz oldu ki, bacarıqlı insanlar bizim ətrafımızdaydı. Mən Rəşidin dostu Zakir, ondan sonra artıq onların dostları Məryəm Gülçörəsi və s. biz ilkin onları bir komanda formalaşdırdıq. Təbii ki, kapital olmayandan sonra insanlara o qədər də maraqlı olmur. Yəni maraqlı olmur deyəndə hamı həyatda qalmağa çalışır. Azərbaycan reallığını da bilirik ki, insanlar pul qazanmadan həyatda qala bilmirlər. Və ona görə də bu insanların marağını toplamaqdan da ötəri kapital lazım idi. Biz başladıq, onların universitet prosedurlarına görə yarıda qaldı. Onlayn olaraq da müəyyən qədər davam elətdirdik. Sonra mən də pul qazanmalıyam, agentliyi açdıq, sonra batırdıq falan. Orada da biraz elədiyim səhvləri gördüm ki, bir komanda qurursansa əgər kimin nə iş görəcəyini ilkin olaraq özün bilməlisən və qarşı tərəfə düzgün çatdırmalısan. Ki bu adam nə görəcəyini, nə edəcəyini bilmədən sənə heç bir faydası ola bilməz. Ona görə də artıq orada da səhvləri toplamışdı. Yenidən dekabr ayı gəldi, bir fürsət yarandı. Bir nəfərlə tanış oldum. Hal-hazırda da bu Yonidanın investorudur. Və ideyamı təqdim elədim. Yəni hətta elə oldu ki, bir gün əvvəldən mən biraz pasyak vidində idim sözün əsl mənasında, həyatdan sönmüşdüm. Həmin görüş oldu. Görüşün səhərsində mənə dedilər ki, sən bunu təqdim eləyə bilərsən. Dedim, mən təqdim eləyə bilərəm. Səhərsi gün saat 12-yə vaxt aldım. Bütün gecəni yatmadım. Getdim, oturdum. Ağlımda olan ideyaları, biz müəyyən qədər UI-ları hazır edib, proqramlaşdırılmış tərəfləri vardı. Bunları topladım. İdeyanı hara apara bilərik? Bu niyə lazımdır? Biz buradan nə qazana bilərik? Bizə nə lazımdır? Və ölçə bilmirsən. Xəyali olaraq fikirləşirsən ki, okey, mən falan adamlar var, mənə potensial olaraq da falan kəslər lazım ola bilər və mənə buna görə də falan qədər pul lazım ola bilər. Topladım hər şeyi, saat 12-də rəsmi də geyindim qəşəng, kostyumumuzu falan geyindik, getdik, görüşdük, danışdıq, mən hər şey detalları ilə izah elədim və artıq ilkin razılığımızı aldıq. Sonrasında bizim ofisimiz vardı, hətta bununla bağlı story-də paylaşmışdım. Kurs otağı idi, balaca bir kurs otağı idi. İçərisində də ki, stollar belə o dərs stolları olur, taxta. Taxta dərs stollarında oturub biz iş görməyə çalışırdıq. Həm reklam işi görməyə çalışırdıq, həm də bu yöndəni inkişaf elətdirməyə çalışırdıq. Hamı işdən, dərsdən çıxırdı, gəlirdi və yaxud da praktikalarını saldıq bizim şirkətə ki, licbi adamlar getməsinlər. Başladıq onlar ilkin olaraq maliyyələşdirməyə müəyyən qədər ki, öz xərclərini qarşılasınlar. Çünki əgər bir insanın vaxtını alırsansa, ona o qarşılığında bir şeylər verməlisən. Və bizdə heç vaxt işin inkişafı pulla bağlı olmayıb. Bizdə işin inkişafı hamının inandığı bir məqsədə görə olub. Hamı fikirləşib ki, mən buradan özümə gələcək qazanacağam. Bu gələcəyin ən innovativ, Azərbaycanda ən çox rəğbət görən sistemlərindən biri olacaq. Bu nöqteyi nəzərdən yanaşdığımıza görə hər zaman hamı əlində olanın 100%-ni qoymağa meylli olur. Və artıq
komandamızı qurduq, inkişaf elətdirdik, biraz böyütdük. İlkin olaraq demolarımızı çıxartdıq, səhvlərimizi gördük, biraz daha böyütdük. Gördük ki, yox bu belə deyil. Başqa ölkələrdə fərqli həllər təqdim edirlər. Texnoloji infrastrukturu yeri gəldi. Elə bir bazardır ki, elektron ticarət altyapısı yaratmaq. Yəni səndən başqa bazarda olan qlobalda belə rəqiblərin sayı bir əlin 5 barmağını keçmir də populyar olanlar. Və burada insanların doğrudan da istifadə edəcəyi bir şey yaratmaq üçün tələb olunan texnologiya heç kəs bilmir ki, bu necə olacaq da. Yəni ortada bir dokumentasiya yox, bir YouTube videosu yox, bir Udemy kursu yox. Sən sadəcə bilirsən ki, okey, mən bunu yaratmaq istəyirəm, mənim əlimdə filan proqramlaşdırma dilləri var, filan texnologiyalar var. TikTokda bunları birləşdirməlisən. Sadəcə şəklə baxıb Legonu yığmalısan. Yəni amma arxa planda elə şeylər çıxır ki və sistemsel olaraq da elə qurmalısan ki, bu sabah bir gün dağılmamalıdır. Elə ki, kartdan bir piramida yığırsan kimi bir situasiya yaranmışdı. Yığdıq, sökdük, təzədən yığdıq və elə bir sistem qurursan ki, nə olacağını özündə bilmirsən. Niyə? Çünki əvvəlcədən elə bir texnoloji infrastruktur qurmamısan. Sadəcə fikirləşirsən ki, bu belə olsa yaxşı olar, belə olsa məntiqli olar və onun üzərinə irəliləyirsən. Hamı deyir startup, arada da görürəm gizli şeylər çıxardılar, həm startuplaşdırılırlar, amma doğrudan da işin içərisinə girəndə startup bir innovasiya gətirməlidir, bir yenilik gətirməlidir. Olmayan bir şeyi formalaşdırmalıdır və yaxud da ki, olan bir şeyə elə şeylər əlavə eləməlidir ki, insanların gözündə bir dəyəri olsun. Yəni o katma dəyər qatsın insanlara. Və yığdıq, xarab oldu, yığdıq, xarab oldu. Paralelində də biz reklam agentliyi genişləndiririk. Başlayırıq həm müştərilər, mən gah satış görüşlərində, oradan gəlirəm komandada, hə filan şey belə eləyək, onları düzəldirik. Uşaqlar orada işləyirlər. Oradan qaçıram, gedirəm investorla görüşürəm. Oradan gəlirəm. Yəni çox dinamik, ümumiyyətlə o gündən bu günə elə gedir ki, hər şey çox dinamik və qarmaşıq şəkildədir. Və biz dedik ki, çalışdıq ki, hər şeyin yaxşısı olsun, ağlımıza ən məntiqli nələr gəldisə o addımları atmağa çalışdıq və bugünkü günləri düşünürəm ki, bu yönüdə bir satıcının istifadə edəcəyi səviyyəyə gəlib çıxıb. Açığı biz də inşallah gələcəkdə təlimlərimizdə bunu əlavə eləməyi dəqiq olaraq planlamışıq. Noyabr artıq bu rəsmi olaraq planlanıb. Amma Elvar, indi tam bir startapçı olaraq bu işin içindəsən. Sənə mənim ağlımda olan və ümumiyyətlə fikirləşirəm ki, bu izləyicilərə də maraqlı bir sual vermək istəyirəm. Azərbaycan ekosisteminin tamamilə boş olduğunu bilirik. Tamamilə də yox, çox böyük boşluqların olduğunu bilirik. Çox ciddi ehtiyaclar var. Amma insanlar bizə deyirlər ki, daha çox xarici yatırımcılar, Avropadan, Amerikadan kopyala gətir Bakıda elə tutuzduracaqsan. Əla, gözəl tutuzduracaq. Bəs sıfırdan birə gedən yol var. Bunu niyə biz özümüzdə eləyə bilmirik? Kopyalayıb gətirmək pis bir şey deyil. Hətta bununla bağlı çox qəşəng bir söz var idi keçən qonağımız Məhəmmədin. Deyir, əgər mənim fikrimi biri kopyalayıb məndən yaxşı eləyə biləcəksə, icazə ver eləsin, qoy eləsin, halaldır ona. İndi mən də belə bir söz soruşmaq istəyirəm. Azərbaycanda niyə kopyalayıb gətirməkdənsə özümüz yaratacağımız şərait və ya bilik o qədər də inkişaf eləməyib? İndi məsələ necədir? Elə bir dövrdə yaşayırıq ki və texnologiya o dərəcədə inkişaf edib ki, orijinal fikir deyilən şeylər belə çox azdır. Bugünkü günləri telefon brendlərinə baxsan, Samsung iPhone-dan kopyalayır, iPhone Samsung-dan kopyalayır, Xiaomi gedir hamısından kopyalayır, gətirir bir şeylər çıxardır falan. Hamı nə edir? Bir şey var, mən nə edə bilərəm? Qiyməti ucuz eləyə bilərəm, nə bilim, kameranı 15 megapiksel yox, 35 megapiksel eləyə bilərəm. İstifadəçi nəyə maraq göstərir? Yəni hamının özünün xitab elədiyi nöqtələr var. Xaricdən kopyalayıb gətirməkdə Azərbaycanda çox vaxt işləmir. Niyə? Çünki nəzərə almadıqları şey odur ki, okey, bu 1 ildir, 5 ildir xaricdə var, amma Azərbaycan hələ o xaricdə olan səviyyəyə gəlib çatmayıb. Çünki insanlarda o mədəniyyət formalaşmayıb. Elə bir ölkədə yaşayırıq ki, texnologiya çox gec gəlir. Trendlər, yeniliklər çox gec gəlir. Və bu səbəbi insanların buna adaptasiya olmamağıdır. SSR-dən gələn bir ölkəyik və daha çox insanlar köhnə fikirlidirlər. Yeniliklərə o qədər açıq deyillər. Yatırımcılar belə, məsələn, bir ideyan olsun, çox mükəmməl olsun, çox yaxşı işlər görə bilərsən, özün də çox yaxşı ol. Yəni çünki bugünkü günlər sırf ideyaya yatırım eləmir, heç kəs. O ideyanı reallaşdıra biləcək insanlara yatırım edirlər. Amma sən onu insanlara inandırmağın çox çətindir. Hə, pul qazanandan sonra, əlində bir şeylər olandan sonra hamı gəlir ki, gələ mənim də pulumu al, mənə də bir şeylər ver. Hə, gələk, dəstək olacaqsa dəstək. Amma o ki pul qazanan nöqtəyə qədər var ha. İnandıra bilmirsən insanlara. Çünki niyə deyirlər, hə, bu nə fikirləşirlər də, boş şeylər. Və yeniliklər baxımından baxanda da təhsil mi deyim, insanların, gənclərin baxış açısı mı deyim, çox azdır, populyasiyanın dar olmağı mı deyim, yeni bir şeylər fikirləşmək istəmir insanlar. Yeni bir şeylər fikirləşməkdən qorxur insanlar.
nətər olacaqmı, olmayacaqmı? Və bizim də millətdə bir şey var axı, deyirsən ki, mən falan şey eləmək istəyirəm. O neynirsən, get ondan sonra nə bilim filan kəsin oğlu filan yerdə işləyir. Baş və iş açma. Baş və iş açma. Bunu həqiqətən çox gözəl vurğuladı. Mən sualını verməzdən əvvəl həqiqətən özüm də bu haqqda fikirləşirdim. Sən ona necə deyim, fikrimə biraz da aydınlıq gətirdin. Napoleon Hillin Düşün və Varlan kitabı var. Orada da qeyd olunub ki, Burj Xəlifə dünyanın indi ən hündür qülləsidir. O yaranmazdan əvvəl sadəcə bir fikir idi. İndi isə fiziksel olaraq dünyanın ən böyük qülləsidir. İnsanlar da yəni birbaşa biz deyirsən ayaqları ideyaya bir yatırım eləmək istəmir. Fərqimiz bəlkə bundadır. Yeni ideyaları yatırım eləmək üçün risk alacaq qədər cəsarət və biliyə sahib deyilik. Elə tam olaraq sənin dediyin kimi yeniliklərə açıq olmağa bəlkə çox cəsarətimiz çatmır, qorxuruq. Bəs bu qorxu nədəndir? Puldanmı qorxuruq, dövlətdənmi qorxuruq, yoxsa nədən qorxuruq? Əslində hamısının müəyyən qədər payı var. Bir formalaşan şeylərdən biri var ki, biraz böyüyəndən sonra nə filan şey olacaq, bəhmən şey olacaq. Bir tərəfdən baxırlar ki, o qədər saxta ideyalar gəlib gedib bu ölkəyə, o qədər piramidalarla alladıblar insanları, o qədər mən filan şey görürəm, biznes elə belə deyib insanların pulunu alıblar, yatırımcıları da alladıblar və ona görə də insanlar yeni ideya bir nöqtədən bu tərəfdən yatırım eləmək istəmirlər, dəstək göstərmək istəmirlər. Digər tərəfdən də ki, fikirləşirlər ki, bu nədir? Kompüter dövrünə təzə keçmişik axı, yəni və Azərbaycanda orta yaş və üstünün keçmiş dövrü, yəni köhnə nəsil biznesmenlər olduğunu fikirləşsək, adamlar daşdan, dəmirdən pul qazanıblar da. Daşdan, dəmirdən pul qazanan insanlara da deyə başa sala bilmirsən ki, kompüterin qabağında 3 dənə düyməyə basan adamdan pul ala bilərsən. Bunlar hamısı çətinləşdirir. Artıq hansı nöqtədə insanların güvəni yaranır? Məsəl üçün Azərbaycanda uğurlu startaplar var. Məsəl üçün Klopostdur, Push 30-dur, onun timsalında B2B-də xidmət verən softverlər var ki, inkişaf eləyirlər və doğrudan da pul gətirirlər və bu artıq insanlarda formalaşdırır ki, doğrudan da burada pul var bəlkə bura nəsə eləmək olar və yavaş-yavaş bu tədricən sayı artdıqca formalaşır. Bir də məsələn görürük də, hər ideya da yatırımcı yatırım eləməlidir deyə bir şey yoxdur. İdeya pulsuzdur, ideya hər yerdə də olur. Bu günləri yatırsan, durursan, ağlı 50 dənə şey gəlir. Bir yerdə otursan, söhbət edirsən, çayçı söhbətləri orada, burada filan şey var, filan şey eləmək olar, nə bilim, bunu eləmək olar. Amma o ideya sənə nə gətirəcək? Vizyonun nə qədər genişdir? Bazarın ona nə dərəcədə ehtiyacı var? Sən bundan nələr əlçəyə gətirə bilərsən? Bunun üstünə nə qoya bilərsən? Bunu fikirləşən də azdır. Mən bir ara biz texniki komandanı elə bir formaya gətirmişdik ki, başqa startaplara istədik ki, biz texniki dəstək verək və onlardan pay sahibi olaq. Buna görə hardasa 20 nəfərlə görüşmüşəm, startapçı deyən özünə. Amma bu 20 startapçının içərisindən düzəməlli ideya 2-3 maksimum ideya var idi ki, doğrudan da bunun üzərində iş görüləsi. Adamla danışırsan, deyirsən ki, hə, okey, sən bunu fikirləşmirsən. Sən bunun üçün nəyəmsən? Heç nə fikirləşmirsən, fikrimi hazırlamışam, gözləyirəm ki, kimsə nəsə eləsin. Amma sənin bu kimisə nəsə eləməyindən ötürü birinci sən nəsə eləməlisən. Birinci göstərməlisən ki, bu nədir? Ən azından pulsuz olan şeylər var. Sən 2 nəfər 3 nəfər volontyor yanına alıb nələrsə eləyə bilərsən. Kimdənsə xahiş eləyə bilərsən. Bəlkə nəyisə öyrənib özün tətbiq eləyə bilərsən. Ən azından ortaya bir şeylər qoymalısan ki, cəmaət də fikirləşsin ki, okey, ideya var. Bu adam bunun üçün heç nə eləmir. Bax, mən niyə eləyim? Görməlidir ki, sən nəsə eləyəsən ki, kimsə də sənə nəsə eləsin. Ona görə sıfırdan 1-ə qalxmağın çətin olmağının səbəblərindən biri həm özümüzdə startapçılarımız, həm özümüzün texnologiyada biznes qurmaq istəyən insanların yanaşma tərzidir, həm də populyasiyanın buna tam olaraq hazır olmamağıdır. Tam olaraq sənin fikirlərini həqiqətən də altın dolduraq bəzi sübutlar deyim. Mən özüm bir müddət İnnalandda işləmişəm, Bilim Bakuda təcrübəm olub. Oradakı İnnaland və Bilim Baku əsasən startapların inkişaf etməsi üçün inkubasiya mərkəzidir. Lakin burada əsasən startaplar kopyala yapışdırdı. Çox istisna hallarda özündən bir şey yaradanlar var ki, bunların da baxırsınız, həqiqətən mən də baxıram. Yəni ən azından yeni bir nəsiləm. Fikirləşirəm ki, gələcəyə bir yönümlü olsun, inkişaf olsun. Bəlkə təcrübəm çatmır, bəlkə də inamım çatmır, amma ki, yəni bir şey fayda görə bilmirəm bunda. İndi isə səndən bir şey də soruşmaq istəyirəm. Startapçılardan əvvəl gəl bir dənə də qısa məsləhət ver. Bu piramidalar var, e-ticarətlə məşğul olan insanların ən çox qarşılaşdığı pulun oğurlanması var. İstisnasız əminəm ki, bu sənin də başına gəlib. Bu zaman insanlar nəyə diqqət etməlidirlər? Yəni izləyirlər bizi. Onlara necə məsləhət verərsən ki, bu zaman pulunuzu qoruyun. Yəni bu insanlara pulunuzu verməyin. Qorunması üçün nələrə diqqət etməlidir? Bir dənə söhbət var. O pulsuz pendir ancaq siçan tələsində olur.
Yəni dəxilsiz şeylər var da. Bir insan necə 1 qoyaraq 3 gün içərisində 5 götürə bilər, 3 götürə bilər və yaxud da ki, heç nədən necə milyonlar qazana bilər. Yəni bu realistik deyil də, bu kasıb xəyalları dediyimiz şeydir. Hamısı oy da 1 qoyacam, 5 götürəcəm, elə eləyəcəm. Ona görə nə qədər piramidalar gəlib girib Azərbaycana, günü bu günlərdə gəlirlər, girirlər, hələ də satırlar. Axırıncı dəfə tost qoydu, getdi. İndi yenisi çıxıb onun yerinə, yenisi qoymağa başlayıb. Adama başa sala bilmirsən ki, okey, bu adam deyir ki, mən falan şeyi eləyirəm. Falan şey mənə pul gətirir, mən də burdan sənə verirəm. Amma rasional olmalıdır axı hər şey. Bugünkü gün sən fikirləş ki, oturmusan evində, gedirsən işə, gəlirsən və əziyyət çəkirsən, bu qədər vaxt xərcləyirsən, bunun qarşılığında müəyyən məvacib alırsan və yaxud da ki, kiçik biznes sahibisən, görürsən ki, pulu qazanmaq necə çətindir. Bu qədər asan bir pulu kim sənə niyə versin? Adam gedər kredit götürər bankdan, özü eləyər. Sənə niyə qazandırsın? Birinci fikirləş, bunun reallığını fikirləşmək lazımdır. İkinci tərəfdən baxmaq lazımdır ki, bunu eləyən adam necədir? Biraz insanları anlamaq lazımdır baxanda. Məsələn, oturursan, falan şey eləyirsən, falan şey eləyirsən, baxırsan ki, adamın yəni həyatda heç bir uğuru yoxdur. Gəlib oturduğu yer pozisiya, mən demirəm, yəni insanların bahalı telefonu olmalıdır, bahalı maşını olmalıdır. Amma bir adam milyonlardan danışırsa, 5 qoy bon götürməkdən danışırsa, nə bilim biznesdən danışırsa, ən azından ya arxa planda əllə tutulur bir şeylər olmalıdır ortaya qoyub göstərməyə, ya da hal-hazırdakı vəziyyətdə ortaya qoyub göstərməyə nələrsə olmalıdır. Ən azından danışığında, ən azından dediyi fikirlərdə, ən azından ifadə elədiklərində. Məsələn, piramidalara ən çox belə deyim də, aşağı büdcəli insanlardır ki, daha çox maraq göstərirlər. Niyə? Çünki rifah səviyyəsi aşağı olanda insanlar asan pul qazanma metodlarına maraq göstərirlər. Və bunu da gözləyən moşenniklər insanlara elə şeylər verirlər ki, deyir ki, gələsən bu günləri bir qoyacaqsan, ya 1.5 ki, sabahları 2 olacaq, 3 olacaq, 5 olacaq. Heç nə eləmirsən ki, get filan kəsi də çağır, filan kəs də gələcək sənlə qazanacaq. Sən ondan da qazanacaqsan, filan kəs o birindən qazanacaq falan. Belə adam da fikirləşir ki, mən 5 dənə dostum var. Mən bunları gətirim qoşurum. Elə pulumu ondan çıxardacağam. Həmin adamlar da eyni şeylə yanaşır. Onlar da bir 5 nəfər gətirir. Axırda da bir dənə normal təklif gətirib qoyurlar ki, ortaya. Nə bilim bu günləri sənə 3 qat pul verəcəm. Gətir 1000 manat qoy, 500 manat qoy. Eləncə artıq o adamların kitabı bağlanır. Və digər bir tərəfdən də ki, saxta biznes ideyaları da çoxdur da. Adam deyir ki, və yaxud da ki, sırf nəyisə eləməkdən ötürü alırlar və doğrudan da elə olur ki, o adam belə özü bilmir ki, bu olacaq, olmayacaq və yaxud o qədər inanır ki, bunun alınmayacağına fikir vermir. Gəlir deyir, hə, fikir yaxşıdır, hər şey bomba, puldur, bitər, tapıldı elədi, amma ortaya bir şey çıxmır. Və ya nə bilim, ən sadəsindən desək, kimsə yazır ki, Instagramdan sənə mən sabah ölüm döşəyindəyəm, ölürəm, mirasımı sizə buraxmaq istəyirəm falan, skam mesajlar falan gəlir də. Sən girib oraya kredit kartını yazıb kiminsə mirasını ala biləcəyinə niyə inanmalısan? Biraz rasional fikirləşmək lazımdır. Yəni Çox insanlar məntiqsizdir. fikirləşməlidir. Bu 60 yaşlı dayların Facebookda fırladılması söhbətləri kimi bir şeydir. Yəni biraz düşünmək lazımdır. Bəli, Biraz tamamilə açıq, aydın sənə qatıram. Buna görə də əziz izləyicilər, asan pul qazanmağın qətiyyən heç bir yolu yoxdur. Bunun iki yol var. Ya mirasdır, ya da ki qara pul. qara pul qumar da ola bilər. Qumar, qara pul, miras yəni. Bunlardan başqa asan pul qazanmağın yolu yoxdur. Və bunlar da yoxdursa nə etmək lazımdır? Çox çalışmaq lazımdır. Yəni Və buna görə də heç vaxt belə tələlərə inanmayın. Heç kim cibindəki pulu gətirib sizə verməyə meylli deyil. Yəni qumar saytlarında qazandığınız pulların əminliklə qarantiyasını verirəm ki, itirirsiniz. Artıqlaması ilə itirirsiniz. Buna görə də məqsədiniz əsasən çalışmaq və halal pul qazanmaq olsun. Əksi heç vaxt sizə xeyir gətirməyəcək, heç gəlməyəcək də böyük ehtimalla sizdən gedəcək. Və Elvar bəy, sizə son sualımı verib sağollaşmaq istəyirəm inşallah. Bu 8 illik karyeranızda girişimciliklə, bizneslə, startap quruculuğu ilə və fərqli sektorlarla məşğulsunuz. Həyatınızda qazandığınız ən böyük dərs və elədiyiniz ən ciddi səhv. Bu ikisini bizim üçün də paylaşsaz çox xoş olacaq. biraz klassik olacaq. Birinci ən böyük öyrəndiyim şey odur ki, özünüzə güvənin, özünüzdən ödün verməyin, amma boş-boş belə deyim ki, ego yaratmayın. Burada nə demək istəyirəm? Bacarıqlarınıza, biliklərinizə güvənin, eləyə biləcəklərinizə güvənin. Kimisə pulu var deyə, kimsə sizdən böyükdür deyə və yaxud da ki, kimsə belə daha çox təcrübəli deyə hörmət başqa şeydir. Hörmət hər zaman öz yerindədir. Amma heç kəsə özünüzü əzdirməyin. Dürüst olun, güvənilir olun və işinizdən daim yapışın. Yəni səhərdən axşama cavansınız da, canın soludur. Bu günləri eləməsin, sabahları
əziyyətini çəkəcəksən. Çalışın, əlinizdən gəldiyi qədər çalışın, bir şeylər əldə etməyə çalışın. Həyatdan bir şeylər qopartmağa çalışın. Bilikli olan insanlardan bir şeylər qopartmağa çalışın. Amma paralelində də nələrə qadir olduğunuzu hər zaman bilin. Yəni kiçik vizyonlu insanların qarşısında və yaxud da inanmayan insanların qarşısında özünüzdən ödün verməyin. Hərənin həyat hekayəsi ayrıdır. Və siz özünüzü itirəndən sonra kimliyinizi onu heç nə geri qaytara bilmir. Buna görə də özünüzdən müğayət olun. Əgər özünüz istədiyiniz formada deyilsinizsə və ya şəxsi inanclarınızmı deyim, özünüzü görmək istədiyiniz formamı deyim, bu maddi səviyyələr deyil də, mindset olaraq özünüzü oraya tərəf yetişdirməyə çalışın, formalaşdırın. Çünki İTOK-da pul da gəlir, gedir, iş də gəlir, gedir, insanlar da gəlir, gedir, amma özünüzlə qalan özünüz olursunuz. Və o nöqtədə təkrardan ayağa qalxmaq üçün, inkişaf eləmək üçün bir imkanlarınız olmalıdır, səbəbləriniz olmalıdır. İnsanlarla da dürüst olmaq, güvənli olmaq sizə onu verir ki, kiməsə gedib məsləhət ala bilirsiniz ən azından və yaxud da hardasa kiməsə işiniz düşəndə dəstəyin ola bilirsiniz. Yalan danışan, insanları aldadan, insanlardan istifadə edən, bu tərz şəxsiyyətlər formalaşdırılmış insanlar hardasa kimlərdənsə yaxşı göstərə bilər özünü, amma İTOK-da yenə də istədiyi qapılar onun üçün açılmayacaq. Amma dürüstlüyünüz, paçlığınız, özünüzə güvəniniz, özünüzə inamınız sizi hər zaman bir addım qabağa aparacaq. Yəni, mən bunu görmüşəm, bunu yaşamışam, hər zaman da bunu qoruyuram. Bu, belə deyim də, atadan gələn bir şeydir, atamın mənə öyrətdiyi şeylərdir və mən fikirləşirəm ki, hər bir kişi ümumiyyətlə bu xasiyyətləri özündə qorumalıdır. Yoxsa əks halda biraz çətindir. Tamamilə sənə qatılıram. Həyatdan çox şey itirərsən. Tamamilə sənə qatılıram Elvar və məncə bunların əsasında da bizim elə dini etiqadlarımız, İslamçılığımız, müsəlmançılığımız da çox ciddi təsir eləyir. Çünki necə deyim, səmimi olaraq indiki müsəlmanların elədiyi İslam elə də ürəyə yatmasa da, amma insanın ürəyinin içində inandığı və bildiyi İslam həqiqətən də onu həm ağlını pak, sənin demişkən, durğun və hər şeyi açıq-aydın biləcəyi səviyyəyə gətirir, həm də ki ruhunu. Bu gün mənimlə qonaq olduğun üçün çox sağ ol. Hər zaman səndən şəxsi söhbət edəndə də, belə indicə podkastımızda da olsun, çox şey öyrənirəm, çox şey qatırsan mənə. Dostluqdan Allah səni heç vaxt əskik eləməsin. Gəldiyin üçün təkrar çox sağ ol və bizə bu gün bu şəraiti yaratdığı üçün də Zone Studioya təkrar təşəkkürlərimizi bildiririk. Mövzu və söhbətlərimizlə bağlı istədiyiniz yorumları və şərhləri aşağıda qeyd edə bilərsiniz. Daha çox belə videoların gəlməsini və növbəti qonaqlarımızın kim olduğunu da qeyd edə bilərsiniz. İzləmədə qalın. Hər birinizə xoş günlər arzulayıram.